Salam dəyərli şagirdlər. Bu gün biz 8-ci sinif kimya dərsliğindəki ikinci bölmənin sonunda ümumiləşdirici tapşırıqlara birgə baxacağıq. Əvvəlcə ilk sualımıza baxaq. Fosfor, flor və maqnezium atomlarının modelləri verilmişdir deyir. Dəftərinizə hər üç atomun tam və qısa elektron formullarını yazmamızı istəyir. Uşaqlar, gəlin bir-bir hər birinə baxsaq. Əvvəlcə fosforun elektron formulunu qeyd eləsək. Görürük ki, birinci enlikli təbəqədə 2 elektron var. 1s2 şəklində yazacağıq. İkinci enlikli təbəqədə 2, 4, 6, 8 elektron var. Yəni 2s2, 2p6 şəklində yazacağıq. Üçüncü enlikli təbəqədə isə 2, 3, 4 və 5-dir. Bunu da 3s2, 3p3 şəklində yazmalıyıq. Bu bizim tam elektron formulumuz oldu. Qısa elektron formulunu da yazsaq 3s2, 3p3 şəklində olar. Daha sonra flora baxaq. Florun elektron formulunu yazsaq, birinci enlikli təbəqədə 2 elektron var. 1s2 şəklində yazırıq. İkinci enlikli təbəqədə isə 2, 3, 5 və 7 elektron olduğu üçün 2s2, 2p5 şəklində yazmalıyıq. Bu bunun tam elektron formulu oldu. Qısa elektron formulunu da yazsaq 2s2, 2p5 olar. Maqneziuma baxsaq. Maqneziumun elektron formulunu da qeyd etsək. Birinci enlikli təbəqədə 2 elektron, 1s2 şəklində yazdıq. İkinci enlikli təbəqədə 2, 4, 6, 8 elektron, 2s2, 2p6 oldu. Üçüncü enlikli təbəqədə isə 2 elektron, yəni 3s2 şəklində qeyd elədik. Bu da bunun tam elektron formulu oldu. Qısa elektron formulu da 3s2 şəklində olar. Bu bizim birinci sualımızın izahı. Daha sonra yazıb ki, maqnezium atomunun s orbitallarında olan elektronların sayını müəyyən edin deyir. Uşaqlar, biz buradan görürük ki, maqneziumda 2 elektron 1s2-dədir, 2 elektron 2s2-dədir, 3s2-də 2 elektron olduğu üçün, yəni B variantımızın da cavabı 2 üzərinə gəlsin, 2 üzərinə gəlsin, 2, 6 elektron olacaq. C-də nə deyir? Flor atomunda tək elektronların sayını müəyyən edin deyir. Flor atomunun elektron formulunu orbital şəklində yazsaq, uşaqlar, baxın bu floru yazıram. Görürük ki, 1s2 bu tam dolubdur, 2s2 tam dolubdur, 2p5-ə baxsaq, 1, 2, 3, 4 və 5. Nə görürük burada uşaqlar? Bir dənə tək elektron görürük. Bizdən də tək elektronların sayını istəyirdi. Burada da doğru cavabımız olacaq C-də 1 tək elektron. Daha sonra D-də nə deyir? Fosfor atomunun xarici təbəqəsində olan elektronların sayını müəyyən edin deyir. Fosforu yazmışıq. Aha. Xarici təbəqədəki elektron sayını necə müəyyən edirik uşaqlar? Sonuncu enlikli təbəqə bizdə xarici elektron təbəqə idi. Yəni sonuncu enlikli təbəqədə biz görürük ki, burada 3s2, 3p3-dür. Burada da elektron sayını müəyyən eləsək, nə olar uşaqlar? 5 elektron olar. Bu da bizim D oldu. Daha sonra Y-də yazıb ki, maqnezium atomu 2 elektron verdikdən sonra əmələ gətirdiyi ionun yükünü müəyyən edin və dəftərinizdə bu ionun modelini çəkin. Çəksək uşaqlar, maqnezium üçün deyir. Uşaqlar, biz maqneziumda nə görürük? Elektron saylarını hesablasaq, 2, 4, 10, 12-dir. Yəni maqnezium atomu 12 atom şəklində olduğu üçün 12 protonu 12 elektron olacaq və ionun yükü də 0-dır. İndi bizə deyir ki, 2 elektron verib. 2 elektron versə, yəni çıxılsın 2 elektron şəklində biz bunu yazsaq, nə olar uşaqlar? Elektron sayımız 12-dən 2-ni çıxsaq 10 elektron olar. Yəni 12 protonumuz olduğu kimi qalır. 2 elektrona çıxsaq 10 elektron olacaq. İndi bizdən ionun yükünü müəyyən eləməyimizi istəyir. Biz ionun yükünü necə müəyyən edirik uşaqlar? Ionun yükü bərabər idi. Proton çıxılsın elektron. Yəni 12-dən də 10-u çıxsaq, ionumuzun yükü olacaq müsbət 2. İndi deyir ki, bizdən əməl gətirdiyi ionun yükünü müəyyən elədik, yəni müsbət 2 və bu modeli çəkməliyik uşaqlar. Yəni 10 elektronlu, bizdə 12 elektronlu modeli çəkirdiksə, indi 10 elektronlu modeli çəkməliyik. Bunu necə çəkə bilərik? Gəlin çəkək. Əvvəlcə ortaya maqnezium qeyd edirəm. Birinci enlikli təbəqədə 2 elektron yerləşəcək. Çünki 10 elektron oldu da uşaqlar. Biz bunu yazacağıq 1s2, 2s2 və 2p6 şəklində. Biz birinci enlikli təbəqəyə 2 dənə elektron yerləşdirməliyik.
Bunu yerləşdirsək belə olar. İkinci energetik təbəqəyə isə nə qədər elektron yerləşdirməliyik uşaqlar? 2 burada, 6 burada, 8 dənə elektron yerləşdirməliyik. Ümumi də cəmi neçə olacaq uşaqlar? 10 elektron olacaq. Yəni buradan da 8 dənə elektronu yazmalısınız. Çəkməlisiniz belə. İndi sərgəsiz çəkirəm uşaqlar. Özünüz daha sərgəyə çəkərsiniz. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Cəmi də bizdə 10 elektron oldu. Daha sonra nə deyir? Fosfor atomu 3 elektron aldıqdan sonra əmələ gətirdiyi ionun elektron formulunu müəyyən edin. Gəlin fosfora da baxaq. Biz fosforu necə yazmışdıq? 3s2, 3p3 şəklində yazmışdıq. Fosforun ümumi elektron sayını hesablasaq uşaqlar 2, 4, 10, 12 və 15. Yəni fosfor atom şəklində nə olur uşaqlar? 15 olur. 15 də elektron olacaq. Çünki atom halında proton sayı elektron sayına bərabər idi. Deyir ki, 3 elektron alır. 3 elektron alırsa, üzərinə 3 elektronu gəldim. Deməli, nədir uşaqlar? 15-in üzərinə də 3-ü gəlsək, fosfor olacaq 18 elektron. Protonumuz da 15 oldu. İndi biz buradan ionun yükünü müəyyən eləsək, ionun yükünü müəyyən eləyəndə proton çıxılsın elektron idi. Yəni, 15-dən də biz 18-i çıxsaq, ionun yükünü nə alarıq uşaqlar? -3 alarıq. İndi bizdən ionun yükünü müəyyən eləməmizi istədi. Sonra nə istəyir bizdən? Həmin elektron formulunu müəyyən eləməmizi istəyir. Yəni, uşaqlar 15 elektronu idi, sonra 18-ə keçdi. Biz bu 18-ə uyğun olaraq elektron formulunu yazmalıyıq. Elektron formulunu da yazsaq, 1s2, 2s2, 2p6, 3s2 və 3p6 olar. Görürük ki, burada da 10, 12, 16, yəni 18 dənə elektron oldu. Bu da bizim elektron formulumuz müəyyən elədik. İkinci suala baxaq. Aşağıdakı atomların qısa elektron formulu verilmişdir deyir. Elementlərin atom radiusunu müqayisə edin və fikrinizi əsaslandırın. Uşaqlar, gəlin bir-bir baxaq. Yazıb ki, bizim üçün birinci üçün yazıb 1s2, yox, 1s2, 2s1'dir. Aha, birinci üçün yazılıb 2s1. Uşaqlar, biz nə demişdik? Demişdik ki, elementin sonuncu energetik səviyyəsi elementin yerləşdiyi dövrü göstərir. Yəni, ikinci dövrdür bu. Son energetik səviyyədə olan elektronların cəmi isə elementin yerləşdiyi qrupu göstərir. Burada da bizim elektron sayımız 1 olduğu üçün ikinci dövr birinci qrup olacaq. Və əsas yarım qrup elementidir. Bizim birincimiz olacaq ikinci dövr 1A. İkinciyə baxsaq, ikincidə bizə nə yazıb? 2s2, 2p4 yazıbdır. Biz nə dedik? Dedik, son energetik səviyyədə elementin yerləşdiyi dövrü göstərirdi. Yəni, ikinci dövrü göstərəcək bu. Üzərindəki elektronların cəmi isə yerləşdiyi qrupu göstərirdi. Yəni, 2 üzərinə gəlsin 4 nə olacaq? 6 olacaq. Buradan da biz onun ikinci dövr 6-cı A qrupunda yerləşdiyini müəyyən elədik. Üçüncü üçün baxsaq, 4s1 yazıbdır bizə. Burada da eyni ilə 4-cü dövr və birinci qrup olacaq. 1A. İndi bizdən elementlərin atom radiuslarını müqayisə eləməmizi istəyir. Uşaqlar, gəlin bunların hər birini, məsələn, dövrü cədvəl şəklində yazsam, elə bilək ki, bu 1A'dır. Bu da bizdə başqa 6A var. Bu da 6A'dır. Bu ikinci dövrdür. Bu da tutaq ki, dördüncü dövrdür. İndi bizdən birinci görürük ki, ikinci dövr 1A'da yerləşir. Yəni, birinci üçün bura yazdım 1. İstəyirsiniz fərqli rənglə yazım. Bura yazdıq 1. İkinci, yəni bax bu, yerləşir. İkinci dövr 6A'da. Yəni, ikincini yazdım bura, ikinci dövr 6A'da yerləşdi. Üçüncü də dördüncü dövr 1A'da yerləşir. Bunu da yazdım bura. Atom radiusunu müqayisə eləməmizi istəyir uşaqlar. Biz bilirik ki, qrup üzrə yuxarıdan aşağıya doğru getdikcə atom radiusu artırdı. Dövr üzrə də soldan sağa doğru getdikcə atom radiusu azalırdı. İndi biz bunların atom radiusunu müqayisə eləsək, yuxarıdan aşağı doğru getdikcə atom radiusu artır. Deməli, ən böyük atom radiusuna malik olan üçüncü olacaq ki, o birdən böyük olacaq. Dövr üzrə isə soldan sağa doğru getdikcə atom radiusu azalırdı. Yəni, ikincinin atom radiusu da birincidən kiçik olacaq. Bu qədər. Daha sonra yazıb ki, hansı element metal, hansı isə qeyri-metaldır. Uşaqlar, hansı elementin qeyri-metal olduğunu, onu dövrü cədvəldən istəyirsinizsə göstərək sizə. Biz bilirik ki, 1A'da hidrogen, 3A'da isə bor,
istisna olmaqla 1A'dı, 2A'dı və 3A'dakı metalların hər biri metallar olacaq. Qeyri-metallar deyirsə bizə, qeyri-metallarda görürük ki, biz adətən 3-cü dövrə qədər bax görsəz, görürük ki, qeyri-metallarda hər biri, yəni 4A, 5A, 6A'nın demək olar ki, %80%, %90% qeyri-metal olacaq. İndi bizdən hansı elementin metal, hansının qeyri-metal olduğunu istəyir. Biz burada baxsaq, görərik ki, bu 1A'da yerləşib, birinci 1A'da yerləşib, üçüncü də 1A'da yerləşib. Deməli, 1A'da yerləşdiyi üçün 1 ilə 3 olacaq metal. İkincidə isə 6A'da yerləşib, demək ikincidə bizdə nə olacaq uşaqlar? Qeyri-metal. Daha sonra yazıb ki, elementlərin metallıq xassələrini müqayisə edin, fikrinizi əsaslandırın. Metallıq xassəsi də eyni ilə uşaqlar. Nə idi? Atom radiusuna oxşar idi. Qrup üzrə yuxarıdan aşağıya doğru getdikcə metallıq xassəsi artırdı. Dövr üzrə isə soldan sağa doğru getdikcə metallıq xassəsi azalırdı. Yəni biz bunun da müqayisəsini yazsaq, eyni ilə atom radiusu kimi olacaq. Qrup üzrə yuxarıdan aşağı doğru getdikcə metallıq xassəsi artdığı üçün 3 böyükdür 1-dən olacaq. Dövr üzrə soldan sağa doğru getdikcə metallıq xassəsi azaldığı üçün 1 də 2-dən böyük olacaq. İndi deyək ki, burada fikrinizi əsaslandırın. Biz bunu necə əsaslandırırdıq? Elə əsaslandırırdıq uşaqlar. Qrup üzrə yuxarıdan aşağıya doğru getdikcə energetik təbəqələrin sayı artırdı. Elektronlar da təbəqə sayı artdıqca nüvədən uzaqda yerləşirdilər. Elektronlar nüvədən uzaq yerləşdiklərinə görə elektron vermək daha asan olurdu. Elektron verə bildiyinə görə də biz bunları metal sayırdıq. Həmçinin də soldan sağa doğru getdikcə nüvə yükü artdığına görə elektronlar daha çox nüvəyə doğru çəkilirdi. Elektronla nüvə arasındakı məsafə kiçilirdi. Elektron almaq daha asan olduğuna görə də biz bunu qeyri-metal hesab eləyirdik. Yəni bunu fikrinizi əsaslandırın mənasına gətirdim, çıxartdım, amma normalda bizim müqayisəmiz 3 böyükdür 1-dən, o da böyükdür 2-dən olacaq. Daha sonra 3-cü sualımıza baxaq. P yarım səviyyəsində olan 3 elektronun yerləşməsi hansı hallarda doğru verilmişdir? Gəlin bir-bir baxaq uşaqlar. Biz demişdik ki, elektronlar orbitallara əvvəlcə tək-tək eyni istiqamətdə daxil olmalıdırlar. P yarım səviyyəsində 4 və daha çox elektron olanda elektronlar 3 dənəsi, yəni oxu tək-tək eyni istiqamətdə daxil olurdu. Sonra isə nə edirdi? Oxlar cüt şəklində, yəni əks istiqamətdə xanalara yazılırdı. Yəni bu bizim qaydamız idi. Biz görürük ki, birincidə nə edib uşaqlar? Oxlar tək-tək daxil olur. Deməli, burada hər hansı bir problem yoxdur. Bu bizim doğrumuzdur. İkinciyə baxsaq, görürük ki, bu ox, yəni bu təbəqə tamamilə dolmamış, bura gətirib ox qoyubdu. Elektron doldurubdu. Buna görə də bu nə olacaq? Səhv olacaq. Çünki əvvəlcə bu bütün oxlar tək istiqamətdə, bir istiqamətdə dolmalı idi. Ondan sonra əks istiqamətdə biz onları doldurmağa davam eləməliydik. Üçüncüyə baxsaq, üçüncüdə isə görürük ki, 2 ox eyni istiqamətdədir, bir ox isə əks istiqamətdədir. Biz dedik ki, oxlar nə etməlidir? Bir istiqamətdə əvvəlcə daxil olmalıdır. Buna görə də bu da səhv hesab olunur. Dördüncüyə baxaq. Dördüncüdə də eyni ilə görürük ki, nə edibdir? Bir istiqamətdə dolmağa başlayıbdır. Deməli, dördüncüdə doğru olacaq. Baxaq dördüncü sualımıza. İfadələri Euler-Venn diaqramının üzrə ayırın deyir. Kükürt 16 və maqnezium 12-ni verib bizə. Əvvəlcə biz bunların elektron formullarını gəlin qeyd eləyək uşaqlar. Elektron formullarını yazsam, kükürt üçün elektron formulunu yazanda biz bunu 1s2, 2s2, 2p6, daha sonra 10 oldu, 3s2 və 3p4 şəklində yazırdıq. Düzdürmü? Və bu da nədir? P elementidir. Daha sonra maqnezium üçün də yazsam, maqnezium üçün yazıram 1s2, bircə dəqiqə, 1s2, 2s2, daha sonra 2p6, 2p6, 10 elektron və 3s2 şəklində olacaq. Bu da S elementi olacaq. İndi bizdən nə istəyir? Deyir, ifadələri Euler-Venn diaqramı üzrə ayırın. Gəlin ayıraq uşaqlar. Bizə yazıb ki, 1, 2, 3 şəklində qeyd eləyək. Baxaq görək nə deyir. Yazıb S elementidir. Uşaqlar, hansı S elementi olacaq? Təbii ki, maqnezium S elementi olacaq. Çünki son elektron S orbitalından düşdüyünə görə biz maqneziumu nə etməliyik? S elementi götürməliyik. 3-ə yazdıq A-nı. P elementi deyir. P elementi hansı olacaq uşaqlar? Kükürt olacaq.
1'ə yazdıq B-ni. Sonuncu inciklik təbəqəsində 2 elektron yerləşir. Görürük ki, sonuncu inciklik təbəqədə maqneziumda neyiniyib? 2 elektron yerləşib. Buna görə də bunu yazdım maqneziuma. Əsas yarımqrup elementidir deyir. Hər ikisi əsas yarımqrup elementi olacaq uşaqlar. Yəni 3-cü dövr 6A-da yerləşəcək, 3-cü dövr 2A-da yerləşəcək. Buna görə də bu bunların ortağı oldu. Daha sonra yazıb ki, atomunda 2 tək elektronu var. 2 tək elektronun olması üçün uşaqlar, gəlin bunları yazaq, baxın. Kürd üçün yazsam 3s2 3p4'dür. 1, 2, 3 doldurdum və 4'ü də bura yazdım. Gördüm ki, nədir? 2 dənə tək elektronu var. Maqnezium üçün isə yazsaq, görərik ki, nədir? S orbitalının hər biri dolu olduğuna görə biz maqneziumu götürə bilmərik. Buna görə də Y variantda nəyə gəlməlidir? Kükürdə gəlməlidir. Bu qədər. Daha sonra 5-ci sualımıza baxaq. Atom və yaxud da iyonların elektron formulunu tərtib edin. Atom və ya iyon proton sayı və yükü verilib. Gəlin yazaq bir-bir uşaqlar. X üçün bizə proton sayını verib 16. İyonun yükünü verib bizə -2. Bizdən elektron formulunu təyin etməyimizi istəyir. Uşaqlar, biz elektronu necə iyonun yükünü tapırdıq necə? Proton çıxılsın, elektron idi iyonun yükü. Elektron da bərabərdir. Proton çıxılsın iyonun yükünə. Yəni, biz 16-dan -2-ni çıxsaq, --yə dəyər nə olar uşaqlar? 18 olar. 18 olduğu üçün biz bunu 18 şəklində yazmalıyıq. Daha sonra bunun elektron formulunu yazmalıyıq. Gəlin elektron formulunu yazaq. 1s2, 2s2, 2-dir bu uşaqlar. 2p6, 10 oldu. 3s2 və 3p6 şəklində olacaq. Bu bizim x-imiz. Daha sonra y-ə baxaq. Y üçün proton sayını verib 10. Daha sonra iyonun yükünü verib 0. Deməli, elektron sayımızda nə olacaq uşaqlar? Elə 10 olacaq. Bunun da elektron formulunu yazsaq. 1s2, 2s2, 2p6 olar. Daha sonra Z üçün baxaq. Z-in bizdə proton sayını verib 11, yükünü verib müsbət 1. Elektron sayını tapmaq üçün nə etməliydik uşaqlar? Elektron sayı baxın. Baxın yuxarıda. Nə edirdik? Protondan iyonun yükünü çıxırdıq. Protondan da iyonun yükünü çıxsaq, buradan da alarıq. Nə? 10 elektron. Bunun da elektron formulunu olduğu kimi, yuxarıdakı kimi yazacağıq elə. Yəni 1s2, 2s2, 2p6. Daha sonra T'yə baxaq. T'də proton sayını 13 verib. Yükü müsbət 3 verib. İyonun yükünü tapsaq, görürük ki, burada da iyonun yükü nə olacaq uşaqlar? Proton çıxılsın. Yəni elektron daha doğrusu tapmaq üçün uşaqlar, elektronu tapmaq üçün beynim qarışdı. Elektronu tapmaq üçün protondan iyonun yükünü çıxmalıyıq. Protondan da iyonun yükünü çıxsaq, yəni 13-dən də müsbət 3-ü çıxanda görürük ki, elektron sayımız yenə 10 olacaq. Hər biri 10 oldu, biraz o baxımdan qarşı oldu. 1s2, 2s2 və 2p6 şəklində ilə yenə biz elektron formulumuzu yazmalıyıq. Daha sonra keçək 6-cı suala. Atomda hansı yarım səviyyələr mövcud deyil? Biz nə demişdik uşaqlar? Biz demişdik ki, birincidə 1s olurdu. 2s, 2p, 3-cü inciklik təbəqədə 3s, 3p və 3d şəklində olurdu. İndi baxaq görək bizə nə yazılıb. Birincidə yazıb 1p. 1p təbii ki, yoxdur uşaqlar. Demək, bu mövcud deyil. 2s görürük ki, nədir? Mövcuddur. 2d yazıb görürük ki, mövcud deyil. Sonra yazıb 3p. Görürük ki, 3p mövcuddur. 3d yazıbdır. 3d də mövcud olduğu üçün bizdə mövcud olmayanlar 1 və 3 olacaq. 7-ci suala baxaq. Cədvəlin hansı sətrində doğru işarəsi düzgün yazılmışdır? Baxaq. Dövrü cədvəldə, müasir dövrü cədvəldə elementlər atomlarının kütləsinin artması sırasına görə düzülmüşdür deyir. Bəli, artması sırasına görə nə edir uşaqlar? Düzülür. Hətta istəyirsiniz burada cədvəldən də baxaq. Görürük ki, nə edibdir? 3-dür, 4-dür, 5-dir, 6-dır. Nə edib? Artma sırasına doğru düzülübdür. Birincimiz olacaq doğru. Birincimiz olacaq doğru. Buradan istəyirsinizsə yazın, bir doğru. İkinci üçün yazıb, atomun ikinci inciklik səviyyəsində maksimum 8 elektron ola bilər. 8 elektron ola bilər təbii ki, uşaqlar. Biz necə yazırdıq? 2s2, 2p6 şəklində yazırdıq. Buradan da görürük ki, cəmi neçə elektron var? 8 elektron var. İkinci ifadə nə yazıbdı bizə? Yanlış yazıbdı. Təbii ki, ikinci ifadə də doğru olacaq.
Daha sonra eyni əsas qrupda yerləşən elementlərin xassələri oxşardır. Bəli, eyni qrupda yerləşənlərin uşaqlar nə idi? Xassələr bir-birinə oxşuyurdu. Üçüncü üçün nə yazıbdı bizə? Yanlış yazıbdı. Xeyr, o da doğru olacaq. Daha sonra yazıb ki, B qruplarının sayı A qruplarının sayından çoxdur. Xeyr, A qruplarının sayı B qruplarının sayından çox idi. Buna nə yazıbdı bizə? Doğru yazıbdır. Xeyr, bu da yanlış olacaq. Daha sonra yazıb, natrium atomunun 3-cü incəlik səviyyəsində 3 elektron var. Gəlin, natriumun elektron formulunu yazaq. 1s2, 2s2, 2p6 və nə olur? 3s1 şəklində olur. Bizdən nə istəyir? 3-cü incəlik səviyyəsində 3 elektron var deyir. Biz görürük ki, 3-cü incəlik səviyyəsində nə qədər elektron var uşaqlar? 1 elektron var. Bunu da yanlış yazıbdır. Bəli, yanlışdır. 1 elektron olmalıdır. Bütün dövrlər qəvi metalla başlayır, təsirsiz qazla bitir. Uşaqlar, dövrü cədvəldən də görə bilərsiniz ki, bütün dövrlər litium, natrium, kalium, baxın görürsünüz, hər biri qələvi metalla başlayıb, neyinibdir? Neon, argon, kripton, yəni təsirsiz qazla bitibdir. Sadəcə bir istisnamız nə idi? Bir istisnamız o idi ki, birinci dövrdə hidrogenlə başlayırdı, amma yenə də o da heliumla bitirdi. Sadəcə biz birinci dövrün hidrogenlə başladığını bilməliyik, qalan bütün dövrlərin isə metallarla başlayıb təsirsiz qazla bitdiyini bilmək lazımdır. İzahımız bu qədər idi uşaqlar. Kanala dəstək olmaq üçün videonu bəyənib, rəy yazıb, abunə ola bilərsiniz. Gələcək mövzuların izahında görüşənə qədər.